21-ci sualda qalmışdıq, düzdür? Hı. Ümid dedik ki, 21-də B nədir? Zirvə. A nədir? Çökəklik. Düzdürmü? Bəli, bəli. B-də deyir hündürlük -2 dərəcədir. Kəsmə yüksəklik 100 metrdir. Baxırsan ki, neçə dənə boşluq var? 1, 2, 3 boşluq. Neynədik? Vurduq. 2000-ə vurduq. Bəli, elədi 3000 metr. Düzdür? Bəli, Hı. 3000 bəli. metrim. Biz bilirdik ki, hündürlüyə doğru qalxdıqca temperatur, yəni 1000 metrdə 6 dərəcə neynir Gülsüm? Aşağısı. Azalır. Azalır. Bəs 3000 metrə nə qədərdir? Gəlin baxaq. X. 3000-i vurdum 6-ya böldüm 1000-ə. Neçə elədi? 18. Demək A ilə B arasında 18 dərəcə fərq var. Bunu da tapmaq üçün sən bildin ki, sənin B-in neçədir? -2. Müsbət 10 da 10 ondan çıxdı, 16. elədi, müsbət 16. Cavabımız B variantı olmuşdu. Gəldi 22. Müəllimə, Buyur. bəs məsəl üçün dağlıqdan çökərliyə doğru olsa nə olacaq? Dağlıqdan çökəkliyə deməksən. Dağlıq ərazilərdə uşaqlar temperatur həmişə alçaq olur düzənliyə nisbətən. Yəni Hə, sən burada dağlıq ərazinin qiyməti aşağı olmalıdır düzənliyə nisbətən. 22-yə baxaq. Deyir, uyğunluq müəyyəndir. Konvergentlə divergent nədir dostlar? Konvergent toqquşmadır, divergentdə ayrılma. Mhm. Burada Konvergentin özü neçə yerə bölünürdü? iki yerə. Mhm. Hansıydı? Subduksiya və kolliziya. Burada kolliziya. Uşaqlar, subduksiya nə Kolliziya, idi? Kolliziya nə idi? subduksiya materiklə okeanın toqquşması idi. Aha, Kolliziya da kolliziya. materiklə materikin. Bəli, düzdür. Mənə de görün, bəs bu çökəkliklər, adalar qövsü nədə yaranırdı? Konvergent. Aha, hansında? Konvergentin hansında? Subduksiyasında, düzdür? Bəli. Bəs mənə de görüm, orta okean dağ sistemləri divergentdə ayrılmadı, düzdür? Vulkanik Bəli. adalar harda yaranırdı? Divergentdə. Hekla vulkanı harda yerləşir Ümid? Hekla, Bardamburqa, Eyfalden divergentdə mi? divergentdə yerləşir. Biləm, hansı adada yerləşir? Ha, adan deyirsiniz. Bəli, Ümid bəy. Kimə gəldi set? Bilmirəm. Bilmirəm ki. Bilənlər kimdir? Həm İslandiya idi. İslandiya. İslandiya necə yaranmışdı? İslandiya. Avrasiya ilə Şimali Amerikanın Şimali Amerikanın ayrılmasından. ayrılmasından. Bəli. Bəs Pinatubo vulkanı hardadır uşaqlar? Pinatubo Filippində. Filippin neçə adası var idi? 2. Hansılar idi? Biri Ako deyildi, biri də Pinatubo. Luzon adasında Pinatubo, Mindanao adasında Apo vulkanı. Düzdür? Bəli. Filippin necə sərhəddə yerləşirdi? Konvergent. Filippin konvergent. Vezuvi hardaydı bəs? Vezuvi İslandiya yox. Vezuvi. Apen Yerim yarımadasında. adı yadımda. Apen Bəli. yarımadasında. İtalya'daydı. Konvergentti. Sonra Rainier, Shasta. Rainier Şimali Amerikadadır. Bəli. Nə sərhəddəydi? Konvergent. Bəli. Cavabımız nədir 22-də bizim? A variantı. Düzdür. Sual var dostlar. Ver. Gəldim 23-cü sual. 23-cü sualı özünüz eləyin görüm. Kimsə izah verməksə versin. Yəni 9-u burada 2-yə bölürük. Çünki həm səs gedir, həm də qayıtır da. 4,5 düşür. Hı -hı. 1 saniyədə də 1500-dürsə, 4,5-də 1500-ə vururuq. Cavab çıxır. Hı -hı.
6750. Düzdür. Bəli. 24-cü sual ikimiz daha vermək istəyir. Niyə belə oldu bu yenə? Ben uşağı dayanım. Ekran görürsünüz uşaqlar. Yarıya kimi. Görüşü yaranma. Görünür. Görükür, amma 24-də tam görükmür də yarıya qədər. Bizcə dəqiqə. Gözün. Yenə görünmür. Evet, Yox. Evet. İndi bəs. indi getdi ekran. Gözünü düzəldim bir dənə. Deməli, bizdə sual neçə idi? Bir dəqiqə uşaqlar düzəldirim, narahat olmayın. Gəldi mi? Hələ yox. Hı -hı. Hə, gəldi. Doğru ifadəni müəyyən edin. Uşaqlar, Ant dağları harda yerləşir? Bir dəqiqə şey Düzdür. danışın görüm. Cənubi Ant dağları Amerikada. harda yerləşir? Cənubi Amerika. Necə dağ idi? Yox, dağa Cənubi Amerikada şey çox. Cavan dağdır. Cavan dağlar. Ən Cavan dağlar. zirvəsi. Ən zirvəsi. Sır. Akınqa. Bax. Hündürlüyü. Bas etki etdi. 6960 metr. Ant dağları necə yaranıb? Yenə getdi set. Nazca təvəkkülünə Cənubi Amerikanın toqquşması. Ay sağ ol. Mis qurşağıdır. Bəli, müəllim. Haraydı mis qurşağı? Hansı ölkədir orada? Çili. Çili ilə Peru. Ha, Çili. Çili'de olan yatağın adı neydi? Chuquicamata yatağı. İkinci mis qurşağımız haraydı bəs? Mərkəzi Afrikada uşaqlar Kongo. Mis deyin görüm necə metal idi? Qara yoxsa lavan? Əlvan. Əlavan. Ayso. Necə əlavan idi? Ağır yoxsa yüngül? Misingüllü. Ağır. Uşaqlar Yapon arxipelaqı il boyu yağıntı alır deyir. Yapon hansı iqlimdə yerləşirdi? Mülayim. Muson. Muson. Musonlar il boyu necə olur? Nə zaman Yağıntı. yağıntı alır? Yağıntılı orada. Yayda alır da Yayda. uşaqlar. Yayda il Yayda. boyu səhv düzü. Yayda. Qərbi Sibir ovalı neft və təbii qaz ehtiyatları zəngindir. Ovalıqsa bəli deyəcəksiniz. Şimali Avropada iynərpaqlı meşələr rast gəlinir. Bəli. İynərpaqlının ikinci adı nə idi? Tayqa. Düzdür. Yayda. Afərin. Apalaçda deyə daş kömür hövzəsi Şimali Amerikada yerləşir. Düzdür. Düzdür də Düzdür. uşaqlar? Apalaç dağlarında. Ən zirvəsi haraydı? Mitchell. Necə dağ idi? Qədim. Daş kömür Azərbaycanda var idi. Xeyr. Yox. Daş kömür faydalı qazıntısı yoxdur, amma sıxuru var. Şimali Afrika zəngin almaz ehtiyatlarına görə fərqlənir. Səhvdir. Şimali Afrikada əsasən çökmə mənşəli sıxurlar olurdu. Yəni neft və qazla fərqlənirdi. Car fərqlənir. Almaz ehtiyatına görə Cənubi Afrika, yəni car fərqlənir. Aydındırmı? Bəli. 24 canımız 1, 3, 4, 5. Aydındır. Yəni 4 dənəsi düzdür. Bəli. Gələk digər sualımıza. 25'e baxın görün. Bəli, müəllim. 2 və daha çox daxili dənizə birbaşa çıxan ölkələr. Bir haradır? Böyük Bir tane. Britaniya. Ha. Britaniya. Böyük bir tane. Hansı iqlimdə yerləşirdi Böyük Britaniya?
Mülayim. Dən Dəniz. dəniz. Mülayim dəniz. Bəs hansı təbii zonada idi? Qarışıq və enliyarpaqlı meşələr təbii zonasında. Böyük Britaniyada yerləşən çay hansı çaydı? Bir dənə çay var idi. Çirkli olsa belə məcbur olub ondan içirdilər. Temza çayıdır uşaqlar. Bəli. Böyük Britaniya adası necə mənşər ada idi? Vulkanik idi yoxsa platforma idi? Platforma. Düzdür. Yox, platforma. Platformadır. İki haradır bəs? İtaliya. Siciliya. İtaliya. Hə. İtaliya hansı yarımadada yerləşir? Siciliya adası Apenin deyil. yarımadasında uşaqlar. Bəli. Deməli, Siciliya adasında hansı vulkan yerləşirdi Nazlı? Siciliyada Etna. Etna, Ay sağ ol. Apenin yarımadasında hansı vulkan yerləşirdi? Vezuvi, Vezuvi. Afərin. İtaliyanın dedin ki Adriatik, İonik, Tiren, Liguriya, Aralıq dənizlərinə çıxışı var. İtaliya hansı iqlimdə yerləşirdi? mülayim Mülayim. orada. Subtropikin Aralıq dəniz iqlim Subtropik. tipində. Hansı Bəli. təbii zona var idi orada? Codyarpaqlı, həmişəyaşıl, meşələr, təbii zonası var idi. Düzdür? Bəli. Deyin görün mənə. 4 haradır bəs? İsveç, 4, hə. 4. Yox, Fransa. Almanya. Almanya hansı Almanya. iqlimdə yerləşirdi? Mülayim Mülayim dəniz. dəniz və mülayim kontinental. Düzdür uşaqlar? Bəli. Bəli. Bəs təbii zonası haqqında kim mənə məlumat verər görüm hansı təbii zonada yerləşir? Mən bilmirəm. Siz deyin görüm. Təbii ki, nə olmalı idi? Qarışıq və enliyarpaqlı meşələr təbii zonası. 3 aradı uşaqlar. Norveç. Norveçin sahillərində fiord tipli sahillərə rast gəlinirmi? Bəli. Bəli, rast gəlinir. Norveç hansı iqlimdə yerləşirdi? Mülayim, dəniz Mülayim. və subarktik iqlimdə yerləşir. Düzdür? Bəli. Tayqa zonasına düşür. Bir də yüksəklik vardı orada. Eləmi? Bəli. Sonra gəlirik digərinə. Rusiya. 5-ci haradır? Rusiya. Rusiya Baltik, Azov, Qara dəniz daxili dənizlərə çıxışı var. 6 haradır? Türkiyə. Türkiyə. Türkiyə hansı iqlimdə yerləşirdi? Subtropikin Subtropik. Aralıq. Aralıq dəniz Aralıq dəniz. tipində. Bəs hansı təbii zona var idi orada? Codyarpaqlı, həmişəyaşıl meşələr və yüksəklik qurşaqları var idi. Düzdür? Bəli. Bəs Bəli. mənə deyin görüm, Rusiyanın ərazisində nə var idi? Tayqa, bir də nə var idi? Tundra. Düzdür uşaqlar? Tayqa, tundra. Arktik səhralar, yüksəklik ərazilər. Deməli, camımız 25-də nədir? 2, 5, 6. Türkiyənin də Qaradəniz, Mərmərə, Egey və Aralıq dənizlərinə çıxışı var. Deyin görün mən, Türkiyənin çayları neçə ölçü hövzəsinə aiddir? Orada deməlim, Ege ilə Qaradəniz. 2 ölçü hövzəsinə aiddir uşaqlar. Hind okeanı, Dəcilə və Fərhad, Atlantik okeanı, Ceyhan, Seyhan, Yaşılırmaq, Qızılırmaq kimi çayların adlarını çəkə bilərik. Gəldik 26-cı sualımıza baxaq. İlusu hardadır uşaqlar? İlusu. Qaxdı. Qaxda. Qaragöl hardadır? Laçın. Bəs Şirvan? Salyanda. Düzdür? Salyanda. Bəli. 3, 6, 2. 27-yə baxaq. Neft və qaz hasilatı həyata keçirilir harda uşaqlar? Hansı iqtisadi Qarabağda mənim. Neft. Aha, neft və təbii qaz hasilatı həyata keçirilir.
Şeydə Gəncə Daşkəsən. Gəncə Daşkəsəndə deyirsən. Bakı ətrafı neft qaz. Qarabağ orada. Neft qaz Tərəvəzçilik hasilatı deyildi. Quba Bax, Xaçmazdadır uşaqlar, Siyəzəndə. ora tərəvəzçilik döydü. Hara? Quba Quba. Xaçmaz. Quba Xaçmazda bəli, tərəvəzçilik də var. Tumlu meyvəçi üzrə də ixtisaslaşıb. Maşallah inkişaf edib. Neft, təbii qaz hasilatı həyata keçirilir Siyəzəndə. Bizdə Quba Xaçmaza Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz aiddir. Hə. Aha, sahəsinə görə ən böyük iqtisadi rayon da hara? Qarabağ. Qarabağ, düzdür. İki xarici ölkə ilə həmsərhəddir hansı? Bu yaxasını dedik. Gəncə. Daşkəsənə. Gəncə Daşkəsən. Quba Qubaya Xaçmaz bilsiz yalnız Rusiya ilə, Qarabağ yalnız İranla, Gəncə Daşkəsəndəki Ermənistanla, həm də hara ilə bir də? Rusiya. Yox. Ermənistanla, Rusiya, Gürcüstanla. Ermənistan, Bəli. Gürcüstan bəli. Bəli, sonra keçirik digərinə. Zəfər yolu Zəfər yolu. Qarabağ. Qarabağ. Bəli, Qarabağ. Zəfər yolu deyəcəksiniz ki, Qarabağdan çəkilib, düzdür. Tərəvəzçilikə Tərəvəzçilik və Quba. tumlu meyvəçilik dediyi hardaydı? Quba Xaçmaz. Quba ilə Bax Xaçmazdadır. Xaçmazda. Bəli, cavabımız 27-də 1-ə aiddir C, 2-yə aiddir DB, B, aha, bir də D. İkiyə də aiddir Qubiyada B ilə A. bəli. Всё. Bəli. Gəncə Daşkəsənə biz ki, Gəncə, Daşkəsəndə, Daşkəsən, Goranboy, Samux, Göygöl inzibati rayonları, Gəncə, Naftalan və Dəliməmmədli şəhərləri var. Daşkəsən, Goranboy, Samux, Göygöl. 4 dənə inzibati rayonu var. Gəncə, Naftalan, Dəliməmmədli də 7 dənə şəhəri var, uşaqlar. Qarabağda Bəli. isə 9 dənə inzibati rayon var. Bərdə, Tərtər, Ağdərə, Ağcabədi, Ağdam, Xocalı, Xocavənd, Şuşa, Füzuli, Xankəndi və Füzulinin nə edəcəksiniz? Horadiz şəhəri var da. Düzdür? Bəli. Quba Xaçmazda da tanıyırsınız. Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz. 28-ci sualımıza baxaq burada. Deyir, fərqli mövsümlərə təsvir edilmiş təbii zona bir çox ot yeyən və yırtıcı heyvanlar məskənidir. Bunlardan yanaşı deyir, bu təbii zonda insanlar tərəfindən də ən çox mənimsənilən ərazilərdən biridir. Rütubətli mövsüm və quraqlıq mövsüm. Hansıdır bu sizcə uşaqlar? Hansına uyğun edir məncə? Ekvatorial və tropik arasında qalan bu zonanın adı subekvatorial qurşağın daxilində olan savanna və seyrək meşədir. Düzdür? Savanna və seyrək meşələrdir uşaqlar. Gələk sualımıza baxaq. Deyir, verilən əsas təbii zona. Nə dedik təbii zonaya? Savanna və seyrək meşələr. Onun yayıldığı materiklər hansı materikdə yayılıb? Şimali Amerikada deyəcəksiniz subtropik, tropik və subekvatorialda. Avrasiyada subekvatorialda. Cənubi Amerika ilə Afrikada isə tropik və subekvatorial iqlimdə. Avstraliyada isə subekvatorialla subtropikdədir və tropikdə. Yenə deyirəm, kimsə qeyd aparmaqsa aparsın. Savanna və seyrək meşələr Şimali Amerikada yayıldığı iqlim tropik, subtropik və subekvatorialdır. Subekvatorial, tropik və subtropikdə yayılıb. Cənubi Amerikada tropik və subekvatorialda, Avrasiyada yalnız subekvatorialda, Afrikada da tropik və subekvatorialda, Avstraliyada isə subekvatorialla subtropik və tropikdədir. Aydındır? Bəli. Bəli. Gəldi 29-cu suala. Təbii zonanın yerləşdiyi iqlim qurşaqlarını dedik. Yəni subtropik də var, subtropik də var, subekvatorial da var. Düzdür? Əraziyə daxil olan hava kütləsi. Təbii ki, yayda ekvatorial, qışda da tropik hava kütləsi daxil olur. Rütubətli və quraq mövsümü yayı rütubətlidir, qışı isə qurudur. Eləmi? Aha, 30-a baxaq. Təbii və antropogen amil nəticəsində təbii zonada hansı qlobal problemlər yaranır? Təbii ki, uşaqlar, nə olar? Quraqlıq yaranar, səhra olar, müxtəliflik azalar, torpaqlar nəyə məruz qalar? Eroziyaya məruz qalar.
Aydındır. Bəli. Bəli. Sual var. Xeyr. Xeyr. Mhm.